Salam değerli abituriyentler. Fizikadan təkrar kampımızın 9-cu günündəyik. Bugün 2023-cü il tarixində ikinci cəhd imtahanında fizikadan düşmüş sualların izahına baxacaq. Videoya keçməzdən əvvəl videomu bəyənib kanalıma abunə olmağı, şərh yazmağı unutmayın və qeyd edim ki, qaydamızı bilirsiniz. Suallara baxırsınız, birinci mən izah etməmişdən qabaq özünüz yazırsınız. Hansı sualda səhv edirsinizsə, həmin sualın aid olduğu bölməni təkrar etməlisiniz. Gəlin, başlayaq. Bir nömrəli sualda bizə deyir ki, bir cism aqi sahəsinə induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olan yüklü zərrəciyin sürətini 2 dəfə artırıb, maqnit induksiyasını 4 dəfə azaltdıqda Lorentz qüvvəsi. F Lorentz bərabərdir QVB-dir uşaqlar. Lorentz Q ilə, V ilə, B ilə, üçünlə də düz asıdır. Əgər sürəti 2 dəfə artırıramsa, Lorentz də 2 dəfə artar. B induksiyanı 4 dəfə azaldıramsa, Lorentz də 4 dəfə azalar. Bunda da qalar F bölünsün 2. Yəni bu o deməkdir ki, Lorentz qüvvəsi 2 dəfə azalmalıdır. Cavab olur D variantı. 2. Yer səthindən şaquli istiqamətdə yuxarı atılmış 2 kiloqram kütləli cismin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Bu cismin başlanğıc kinetik enerjisini hesablayın. Uşaqlar, fikir verirsinizsə, bunun qalxdığı hündürlük var. 40 metrdir. Və 40 metrə qalxdığı zamanı da verib 2 saniyə. Onda J də varsa əgər, J-ni də verib. H bərabərdir. B0T minus JT kvadratı bölü 2 yazaram. Niyə minus yazdım? Çünki burada cisim yavaşlayan hərəkət edir. Buradan V0 taparam. 40 bərabərdir. 2V0 çıx. 10 vurulsun 4 bölünsün 2. Buradan 2V0 bərabərdir. Burayı 40'ı bölürəm 2'ye 20. 40'dan da 20 çıxıram. 20 düşür. Onda V0 tapıram 10. Başlanğıc sürəti 10 tapdıqdan sonra başlanğıc kinetik enerjini istədiyi üçün YK0 da bərabərdir. MV0 kvadrat böl 2 ilə tapa bilərəm. Kütlə nə qədər verib bizə? 2 kiloqramdır. Qoyuram yerinə. Vurulsun. V0 10'dur. Kvadratı 100 edir. Bölürəm 2'yə. Bu da mənə verir 100 joule. Yəni cavabı götürürəm. Bir dəqiqə düzmü getdik? Bir dəqiqə. Burada bu tərəfə keçəndə 60 olur. 60. Bu da bizə verir 30. Orada işarədə səhvlik olub. Onda belə yazaram ki, 2 vurulsun 30'un kvadratı 900 bölünsün 2. Bunlar da gedir. Cavabı alıram 900 joule. Bu da enerji bölməsinə aid olan bir sualdır. Keçək indi 3 nömrə suala. Kütləsi 2 kiloqram olan cismin sürətinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Bizə deyir ki, əvəzləyici qüvvənin 6 saniyə müddətində həmin cism üzərində gördük. Baxın, bu suala diqqətli fikir verin. Mexaniki iş gücə aid sualdır. Şərtinin və qrafikinə fikir verin ki, şərtdə 6 saniyəni soruşur. Siz qrafikdə 4 saniyəni görüb elə avtomatik 4'ü götürə bilməzsiniz. 6 saniyə zaman anını tapmalısınız. Mən burada kinetik enerjinin dəyişməsindən gedəcəm. Baxın, başlanğıc sürəti bilirəm 2'dir. Amma 6 saniyə sonraki sürəti bilmirəm. Maksimum 4'ü bilirəm. Bu bərabər təcilli hərəkət etmir, yeyinləşən hərəkət. Təcili taparam birinci. A bərabərdir. V çıx V0 böl T-dən. V8 götürərəm. Çıxaram 2'ni, bölərəm zamanım 4'ə. 6'ını da 4'ə bölsəm, A-nı 1,5 taparam. 6 saniyə sonraki sürəti tapmaq üçün düsturumu yazaram. V0 plus AT. V0 2'dir. Təcili 1,5 tapdım. Vururam 6 saniyə. Bu da mənə 11 verir. Bunu aldıqdan sonra əvəzləyici qüvvəni gördük, kinetik enerjinin dəyişməsindən tapılır. Delta Y kinetik. O da bərabər olur. M bölünsün 2 vurulsun. V kvadrat çıx V0'ın kvadratı. Gətirək indi hamısını yerinə qoyaq. M 2'dir. 2 bölünsün 2 vurulsun. V kvadratım 11'in kvadratı 121 çıxılsın. V0'ın kvadratı 4. Bu da mənə verər 117 joule. Yəni cavab olur B variantı. Keçək növbəti suala. 4. Dielektrik müstəvi üzərindəki yüklü kürələr sükunətdədir. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Baxın, burada birinci növbədə baxıram ki, bunlar bir-birini cəzb edir. Bu F1 kulon qüvvəsindən cəzb edir, bu da F2 kulon qüvvəsindən. Bu əgər bu istiqamətdə gedirsə, F sürtünmə əks istiqamətdə gedir. Burada da F sürtünmə baxın belə yönəlir.
Gəlin indi uyğunlaşdıraq. Sükunət sürtünmə qüvvəsi sağa yönəlir. Sağa yönələn birincidədir. Sola yönəlir ikincidədir. Kulon qüvvəsi sola yönələn ikincidədir. Sağa yönələn birincidədir. Sonra sükunət sürtünmə qüvvəsi kulona bərabərdir. Qarşılıqlı təsir olduğu üçün ortaqdır. 2, 4, 5, 3, 1 gedir. Cavab adı. Bu da elektrik yükü kulon qanununa aid bir sualdır. Keçək 5 nömrəli suala. Məftilin nisbi uzanmasının deformasiya etdirici qüvvənin modulundan asıllıq qrafiki verilmişdir. Məftilin ən kəsin sahəsini hesablayın. İnşallah bu birinci hissənin son mövzusu. Bərk cisimlərin və mayilərin xassələrinə aid bir sualdır. Baxın. Burada epsilon var, y varsa sigmanı taparam. Epsilon vur y-dən. Epsilon 5 vur 10 üstü -4'dür. Vuraram, y də 8 vur 10 üstü 10'dur. Mən bunu alıram ki, 40 vurulsun 10 üstü 6. Sonra sigma bərabərdir. F bölü S yazaram. Buradan da S istəmir, S tapıram. S bərabərdir, F bölünsün sigma. F 120'dir. Qoyuram yerinə, bölürəm 40 vurulsun 10 üstü 6. Bu da gedəndə 3 vur 10 üstü -6 düşür. Yəni 3 millimetrin kvadratıdır. Cavabı götürürəm D variantı. 6. Şəkil müstəvisinə perpendikulyar yönəlmiş cərəyanlı naqilin maqnit sahəsinin induksiya xətlərindən ikisi təsvir edilmişdir. Hansı nöqtədə maqnit induksiya vektoru modulca ən kiçik olub yuxarı yönəlmişdir? Uşaqlar, cərəyan nöqtədirsə B induksiya sadə qrəbin əksinə gedir. 2 nöqtəsindən belə yönəlir. 1-dən baxın belə. 5'dən bu şəkildə, 3-dən 4'dən yuxarı. Yuxarı dediyi üçün mən 1, 2, 5 ataram. Ya 3'dür ya 4. Ən kiçik olması üçün düsturumuz var. B bərabərdir. Mü 0, i bölünsün 2 piyer. Buna görə B induksiyam R-dən tərs asılı olmalıdır. Yəni, əgər ən kiçik istəyirsəm, məsafəsi ən böyük olanı götürməliyim. O da 4 nöqtəsidir. Cavab olur Y variantı. Bu da maqnit sahəsi, maqnit induksiyasına aid bir sualdır. 7. Qüvvə momentinin qüvvənin qiymətinə olan nisbəti. Momentin F-ə nisbəti qüvvənin qolunu verir. Uşaqlar, bu da statikanın əsaslarına aid bir sualdır. B variantı. 8. Atom və nüvə fizikasına aiddir. Radioaktiv X elementin izotopunun alınmasına uyğun keçid. İzotop P hərfindən yadınızda saxlayın. P nə deməkdir? Protonları eyni olmalıdır. İzotoplar odur ki, protonları eyni olsun. Yəni burada elə bir keçid götürməliyəm ki, Z, yəni protonların sayı dəyişməsin. Bu da yalnız bir keçididir. Yəni cavab olur 1. D variantı. Keçək. 9. Müşahidə başlanan andan KL və M nöqtələrində olan cisimlər çevrə üzrə bərabər sürətlə hərəkət edir. Cisimlər göstərilən istiqamətdə hərəkət edərək eyni zamanda A nöqtəsində olur. Dövr etmə tezlikləri arasında hansı münasibət doğrudur? Uşaqlar, M ilə K-nın getdiyi məsafə eynidir. Eyni məsafəni eyni zamanda gedirlər. Bu R kök 2 gedir, bu da R kökdə 2 gedir və eyni zamanda gedirlərsə, eyni məsafəni eyni zamanda gedirlərsə, bunların sürətləri bərabərdir. Lakin indi fikir verin. L də bunlarla eyni vaxtda gəlib çatır, lakin L-in getdiyi məsafə çoxdur. Onda deməli L-in sürəti çoxdur ki, bunlar R kökdə 2 məsafəni gələnə qədər L nöqtəsindən çıxan cisim 2R məsafəsini gəlir və eyni vaxtda çatırlar. L nöqtəsinin sürəti daha böyükdür. Yazsam ki, V bərabərdir 2 pi-rin. Onda tezliklə də düz asılı olduğu üçün NK bərabərdir NM-ə, o da kiçik olar NL-dən. Yəni cavabı götürərəm Y variantı. Bu da çevrəyə aid bir sualdır. 10. Joule bölünsün volt vur saniyə ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Joule qalsın. Volt açıram, joule bölünsün kulondan. Kulon sürətə qalxır. Bunlar gedir. Kulon böl saniyə qalır. Uşaqlar, kulon da amper vur saniyəni atsam, saniyələr gedər, amper qalar. Amper də cərəyan şiddətinin vahididir. Cavab olur D variantı. 11. Tezliyi tənzimlənən dəyişən cərəyan generatorundan qidalanan dövrənin sxemi verilmişdir. Tezliyin müəyyən qiymətində hər iki lampa eyni parlaqlıqla közərir. Dəyişən cərəyan tezliyini azaltdıqda. Gəlin birinci lampaya baxaq. Birinci lampanın yanına kondensator qoşulub, yəni tutum müqaviməti var. Onda IM1 bərabərdir. UM bölünsün XC yazaram. XC-ni 1 bölü omega C-ni açanda UM omega C olar. Omeganı da 2 pi-nü ilə açıram. UM vurulsun 2 pi-nü C. Burada cərəyan şiddəti tezliklə düz asılı olduğu üçün, əgər tezliyi azaldıramsa cərəyan şiddəti də azalar, onda birinci lampanın parlaqlığı azalar. İkinciyə sarğac qoşulduğu üçün yazacağım. IM2 bərabərdir. UM bölünsün XL.
Bunu da omega L ilə açanda UM omega L. Omeganın 2 pi nü ilə açıram. UM bölünsün 2 pi nü L. Bu da tezliklə tərs asılı olduğu üçün əgər tezliyi azaldıramsa, onda cərəyan şiddəti artmalıdır. Yəni cavabı götürərəm C variantı. Bu da dəyişən cərəyana aid sualdır. Uşaqlar, dəyişən elektrik cərəyanından bu sual dəfələrlə düşübdür. Yəni yenə düşə bilər, ona görə təkrar edin. 12. Rəqs konturunda kondensatorun elektrik sahəsinin enerjisinin zamanda asılılıq qrafiki verilmişdir. Hansı hissə sarğıcdakı cərəyan şiddətinin artmasına uyğundur? Baxın. Bir var elektrik, bir var maqnit. Elektriğe aid olanlar yükdür, gərginlikdir. Maqnitə aid olanlar cərəyan şiddəti fidir. Bunlar artanda bunlar azalmalıdır. Vəsə. Bizdən indi nə istəyir? Əgər cərəyan şiddətinin artmasını istəyirsə, elektrik azalmalıdır. Elektriğin azaldığı hissələr 2, 3, 4, 5. Cavabı götürərəm. C variantı. Bu da elektromaqnit rəqsləri və dalğalarına aid bir sualdır. 13. Huk qanunun doğruluğunu necə yoxlamaq olar? F bərabər KX-dan. Kanı tapmaq üçün qüvvəni dinamometrlə ölçərəm, uzanmanı da xəttkeşlə. Cavab olur 3-5. Elastiklik qüvvəsinə aid bir sualdır. Keçək 14 nömrəli suala. Sükunət vəziyyətindən bərabər təcilli hərəkətə başlayan və təcillərin nisbəti olan iki cismə eyni zaman müddətində getdiyi yollar normalda düstur. V0 t üstə gəl AT kvadratı böl 2-dir. Mənə deyir sükunət vəziyyətindən hərəkətə başlayıb. V0 0-dır. S bərabər AT kvadratı böl 2-dən S ilə A düz asıdır. Onda S1-in S2-yə nisbəti A1-in A2-yə nisbəti olmalıdır. İndi A2-nin A1-ə nisbəti 2-də 1-dirsə, A1-in A2-yə nisbəti 2-dir. Söz cavab da olur C variantı. Keçək 15. Nöqtəvi Q yükünün A nöqtəsində yaratdığı elektrik sahəsinin intensivinin modulu Y-dir. B nöqtəsində elektrik sahəsinin intensivinin modulu nəyə bərabərdir? A nöqtəsinin yükdən olan məsafəsi 4-dür. Yazarım. YA bərabərdir. K2 bölünsün 4 r-in kvadratı 16 r kvadrat. Bunu mənə Y qədər verib. Sonra B nöqtəsində 2 r-dir. YB bərabərdir. K2 bölünsün 2 r-in kvadrat 4 r kvadrat. Baxın uşaqlar, məxrəci 4 dəfə azaltdım. Onda Y nə etməli? 4 dəfə artmalıdır da, olur 4Y. Yəni cavabı götürürəm A variantı. Bu da elektrik sahəsinə aid bir sualdır. 16. Harmonik rəqs edən cismin koordinatının zamandan asılılıq qrafiki təsvir edilmişdir. Sürətin maksimal qiymətini hesablayın. Baxın, xm var. Periodu tapıram. 1, 2, 3, 4. 4 saniyədir. Onda Vm bərabərdir. 2 pi xm bölünsün t. 2 pi 6'dır. xm 0,6'dır. T də 4. 3,6'ını da 4'ə böləndə mənə verir 0,9. Yəni cavabı götürürəm Y variantı. Bu da mexaniki rəqslər və dalğalara aid maraqlı bir sualdır. 17. Baxın uşaqlar. Ən çox düşən suallardan biridir. Demək olar bir ildən bir hər il düşür. Deyir ki, psixrometri birinci otaqdan ikinci otağa apardıqda quru termometrin göstərişi dəyişmədi. Yadınızda saxlayın. Quru termometr otağın temperaturunu ölçür. Sizə deyirsə ki, göstərişi dəyişmədi. Deməli otaqların temperaturları bərabərdir. T1 T2'ye bərabərdir. Yaş termometrin göstərişi isə nisbi rütubətlə müqayisə edirik. Çünki yaş termometrin göstərişi nə qədər çox olsa, quru ilə yaş arasındakı fərq o qədər az olur, nisbi rütubət çox olur. Yəni bunu praktik olaraq belə yadınızda saxlaya bilərsiniz ki, yaş termometr harda böyükdürsə göstərişi, orada fi də böyükdür. Yəni nisbi rütubət də böyükdür. Burada mənə deyir ki, ikinci otağa keçəndə yaşın göstərişi artdı. Onda deməli ikinci otaqda nisbi rütubət daha böyükdür. Fi2 böyükdür Fi1'dən. Cavab olur Y variantı nisbi rütubətə aid bir sualdır. 18. Cismin sürətinin proyeksiyasının zamanda asılılıq qrafiki verilmişdir. Hansı intervalda əvəzləyici qüvvə ən kiçikdir? Baxın. F bərabər M-adır. A-nı da delta V bölünsün T ilə açsam. Qüvvənin ən kiçik olması üçün sürət dəyişməm ən kiçik olmalıdır. Bu qrafikdə də ən kiçik sürət dəyişməsi 3-4 hissəsindədir. Cavab olur A variantı Newton qanunlarına aid sualdır. 19. M bölsün KT ifadəsi. Uşaqlar, bu elektrolitlərdə maddə ayrılır. Elektrolit zamanı katodda ayrılan maddənin kütləsidir. Yəni müxtəlif mühitlərə aid bir sualdır. M bərabər K2-dür. K vurulsun Q-nü də IT ilə açıb və buradan I-ni tapıb ki, M bölünsün KT qalıbdır. Bu da cərəyan şiddətidir. Yəni B variantı. 20. Hər birinin müqaməti 6 ohm olan 5 rezistor şəkildə kimi birləşdirilmişdir. Ampermetrin göstərişi. Dövrənin ümumi gərginliyi var. Ümumi müqavimətini taparam. Sonra da ümumi cərəyan şiddətini tapıb bölərəm. Gəlin tapaq. Bu üçü paralel birləşib. R paralelim R bölü 3'dür.
Bu ikisi də paralel birləşib, bunlar deyir bölçüdür. Bu ikisinin cəmi mənə dövrənin ümumi müqavimətini verir. 6 götürsəm 5 r bölünsün 6. R-i də 6 veribsə, onda ümumi müqavimətimi taparam 5 ohm. Ümumi gərginliyim də var, 15-dir. Onda I bərabər U bölü R-dən I-ni taparam. 15-i bölərəm 5-ə, taparam ki 3 amperdir. Cəryan şiddətini tapandan sonra gəlirəm bura. Baxın, paralel birləşmədə müqavimətlər eynidir və gərginliklər də bərabər olur. Dövrədən 3 amper cəryan gəldi. Burada bölünür. Necə bölünər? Müqavimətlər eynidirsə, hər bir hissəyə eyni miqdarda cəryan şiddəti düşər. 1 amper. Onda bu ampermetrdən keçən cəryan da 1 olar. Yəni cavabı götürərəm B variantı. 21. Sabit induktivlikli sarğacdakı cəryan şiddətinin zamandan asılı qrafiki vermişdir. Sarğacda yandan öz-özünə induksiya. Uşaqlar, öz-özünə induksiya elektrik hərəkət qüvvəsində İdən zamana görə törəmə alıb induktivliyə vuranda epsonu verir bizə. Onda düz xəttinin qrafiki. Düz xəttin törəməsi bizə sabit ədəd verir. Bunu heç vaxt unutmayın. Cavab 7. Sabit ədədin törəməsi 0 verir. Kvadratik qrafikin törəməsi düz xətt verir. Cavab olur Y variantı. Elektromaqnit induksiyasına aid bir sualdır. 22. Cismi qızdırmaq üçün lazım olan istilik miqdarının onun temperaturunun dəyişməsindən asılılıq qrafiki. Düstur Q bərabər Sm delta T'dir. İstilik miqdarına aid bir sual. Termodinamika. Q-dəki delta T'dən düz mütənasib asılıdır. Cavab olur A variantı. 23. Cismin vakuumdakı çəkisi sudakı çəkisindən 1,5 dəfə çoxdur. Cismin sıxlığını hesablayın. Arximed qüvvəsinə aid bir sualdır bu. Cismin sudakı çəkisi, yəni P-dən söhbət gedir. Cismin vakuumdakı çəkisi sudakindən 1,5 dəfə çoxdur. Yəni P0 bərabər 1,5 P. Cismin sudakı çəkisi P bərabərdir. P0 çıx F Arximeddir. Buradan P0'ın yerinə 1,5 P yazaram. Həll ifadəni sadələşdirək, sonra yazarıq. MJ çıxılsın, Romayı vurulsun, M bölünsün, Rho cisim vur J. Buradan da MJ-ni mötərizə xaricdən çıxardaram. 1 çıxılsın, Romayı bölünsün, Rho cisim. Buradan da P bərabər MJ-in yerinə P0 qoyaram, vurulsun, 1 çıxılsın, Romayı bölünsün, Rho cisim. İndi buradan P0'ın yerinə 1,5 P qoysam P'lər gedər. 1 bərabərdir 1,5 vurulsun. 1 üstə gəlsin, 1 çıxılsın. Romayı bölünsün Rho cisim. Bunu da tərsinə çevirəndə belə olur. 10 bölünsün 15 bərabərdir 1 çıxılsın. Romayı 1000'dir. Rho cisim yoxdur. Buradan da 10 ilə 15'i ixtisar apararam. 1000 bölünsün. Rho cisim bərabər olar. 1 çıxılsın. 3'də 2. Bu da mənə verər 3'də 1. Onda Rho cismi buradan 3000 taparam. Deməli, cismin sıxlığı 3000'ə bərabərdir. Bu da maraqlı sualdır. Tez-tez düşür. 24. R müqavimətində ayrılan güc 60 watt olarsa, sarğacın maqnit sahəsinin enerjisi. Maqnit sahəsinin enerjisinə aid bir sualdır. P bərabər I kvadrat R yazaram. Buradan I kvadratını taparam. P böl R-ə görə. P-ni verib mənə Q 60. Ona da bölsəm 60 bölü 10 I kvadratını 6 tapdım. Sonra da W bərabər L I kvadrat böl 2 yazıram. L 0,1'dir. I kvadratım 6'ın kvadratı 36 bölünsün 2. Bu da mənə verir 1,8. Yəni cavabı götürürəm. Bir dəqiqə düzmü getdik. I kvadratı R'dir. P bölü R'dən 6 tapıram. L I kvadratı böl 2'dən də L 0,1 I kvadratım 36 bölünsün 2. Bu da mənə 1,8 verməlidir. Düz getdik. Uşaqlar, burada I kvadratını konkret 6 tapmışam. Bir də kvadrata niyə yüksəltmişəm mən bunu? 6. Bu da mənə 0,3 verir. Cavab 0,3'dür. 25. İşıq sındırma əmsalı 1,6 olan şüşədən vakuuma keçdikdə Burada vakuumda sındırma əmsalı 1'dir. Birinci mühitimiz deməli 1,6 idi. İkinci mühitimiz oldu 1. 1,6'dan 1'ə keçirsə sındırma əmsalı azalır. Sındırma əmsalı azalırsa lambda bərabər lambda 0 böl n-ə görə sındırma əmsalı 1,6 dəfə azaldısa lambda 1,6 dəfə artmalıdır. Tezlik periyod dəyişmir. Sürətə gəldi, sürət də V bərabər C böl n-ə görə yenə tərs asılıdır. N 1,6 dəfə azaldığı üçün V 1,6 dəfə artmalıdır. Yəni cavab olur 1, 3, 6.
26. İki nöqtə və 3 arasındakı məsafəni 3 dəfə azaltdıqda onlar arasındakı qarşılıqlı təsir qüvvəsi 320 mikronewton artdı. Yazaram. Əgər məsafəni 3 dəfə azaltmışamsa, R2 bərabərdir R1 bölü 3. Təsir qüvvəsi 320 mikronewton artdı deyir. F2 bərabərdir F1 üstə gəlsin 320. F bərabərdir K Q0 bölsün R kvadratına görə tərs mütənasibasıdırlar, tərs kvadratik. F1 bölünsün F2 bərabərdir R2 bölünsün R1'in kvadratına. F1 qalır yerində. F2'nin yerinə qoyuram F1 üstə gəl 320 bərabərdir. R2'm R1 bölü 3'dür. Vururam R1'ə kvadrata yüksəldirəm. Bu 9'da 1 edir. 9'da 1. Çarpaz vururam. 9F1 bərabərdir. F1 üstə gəlsin 320. Buradan əgər 8F1 320'yə bərabərdirsə, onda F1'im 40'dır. Məndən də bunu istəyir. Elə mikronewtondan istədiyi üçün də elə 40 götürürəm. 27. Fotoeffekt zamanı saxlayıcı gərginliyin düşən işığın tezliyinə asılılıq qrafiki verilmişdir. Əvvəla bu L nöqtəsi fotoeffekt üçün qırmızı sərhəd tezliyidir. Burada başqa nə verib? Deməli, n minimumdan böyük olanda fotoeffekt baş verir. Yəni L əgər fotoeffekt üçün qırmızı sərhəd tezlikdirsə, bu tərəfdə fotoeffekt baş verir, bu tərəfdə baş vermir. Enerjisi çıxış işindən kiçikdir deyir. Yəni Y foton da yenə açılışdan böyük olmalıdır ki, baş versin. Enerjisi çıxış işindən kiçik olsa, Y fotonun enerjisi açılışdan kiçik olsa, fotoeffekt baş vermir. Bu da K nöqtəsinə aiddir onda. Gedir A variantım. Enerjisi fotoeffektdə yaranmır, C-də gedir. Çıxış işindən böyükdür, M nöqtəsidir. Çünki çıxış işi L-ə uyğun gəlir, M-də isə böyükdür, B gedir. Enerjisi çıxış işinə bərabərdir, L-ə gedir. Bir dəqiqə tərsinə yazdıq. Bura B gedir, bura D gedir. Tezliyi fotoeffektin qırmızı sərhəd tezliyinə bərabərdir. Y də ikinciyə gedir. 1'ə AC, 2'ə D-yə, 3'ə də B variantı uyğun gəlir. Gələk indi 28. Gözə düşən paralel işıq şüaları tor təbəqəsinin önündə kəsişir. Əgər tor təbəqəsinin önündə kəsişirsə, yaxından görmə qüsuru var. Arxada kəsişsə, uzaqdan görmə qüsuru olardı. Əgər öndə kəsişirsə, deyirsiniz bu gözdə yaxından görmə qüsuru var. Yaxından görmə qüsuru nədir? Yaxındakı cisimləri görə bilir, amma uzaqdakı cisimləri görə bilmir. Bu zaman deyir, hansı linzalı eynəkdən istifadə olunur? Yaxından görmə qüsurunu aradan qaldırmaq üçün səpici linzalı eynəkdən istifadə olunur. O da L eynəyidir. Əgər uzaqdan görmə olsa, toplayıcı. Gələk 29. Uzunluğu 1 metr olan ipə bağlanmış daş şaquli müstəvidə 2 saniyə üstü mənfi bir tezliklə fırladılır. A nöqtəsini ip qırılarsa daş hansı maksimal yüksəkliyə qalxar. Gəlin birinci bunun sürətini gəlin belə yazaq. H bərabərdir. B kvadrat bölünsün 2J. V-ni də 2 pi ilə açaram. Kvadrata yüksəldib bölərəm 2J-yə. Bu da bərabərdir. Deməli, 2 pi r-nin kvadratı 4 pi kvadratı r kvadrat n kvadrat bölünsün 2j olur. Buradan 4 ilə 2 ixtisar gedir. Burada 2 qalır. Pi kvadratın yerinə 10 qoyuram. R kvadratım 1 qalır. N kvadratım 4 edir. Bölürəm 10'a. Bundan da bu gedir. Cavabı alıram 8 metr. Keçək 30. Sabit kütləli ideal qazın halının dəyişməsi PT koordinat sistemində verilmişdir. Bu prosesin VT koordinat sistemində asıllıq qrafikini qurun. Deməli, V-nin T-dən asıllıq qrafikini qurmağımı istəyir. Gəlin quraq. Deməli, uşaqlar, qrafiki birinci adlandırırıq, sonra da qururuq. Baxın, birinci hissədə 1-2-də P konstantdır. P konstantdırsa, temperatur artır. P konstant olanda V ilə T düz asılı olur. Temperatur artırsa, baxın, belə götürərəm. 1-2-ni. 2-3-də P ilə T düz asılıdırsa, həcm sabitdir. Yəni, belə olacaq. 2-3. 3-4-də, fikir verin, temperatur sabitdir, təzyiq artır. Onda PV bərabər nöqtə T-yə görə təzyiq artdısa, həcm azalmalıdır. Yəni, bu qrafik yuxarı yox, baxın belə. Aşağı düşməlidir. Bu da olur bizim qrafikimiz bu şəkildə.